Bugün cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən nurani bir gündür. Və bu gün o günümüzdür ki, Qur'anımıza və hədislərimizə, Əhl-i Beyt əleyhimussalamların kəlamlarına baxdıqda sonuncu vəd olunmuş xilaskarımızın gəliş günüdür. O gündür ki, yer üzərində haqsızlıq, ədalətsizlik, zülm, nifaq artdığı və çoxaldığı bir vaxtda sonuncu xilaskarımızın gəlişi ilə haqsızlığın aradan gedərək haqqın, ədalətsizliyin aradan gedərək ədalətin, zülmün, sitəmin, nifaqın kökünün kəsilərək yer üzərində sülhün, əmniyyətin bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin inşallah. Əgər ömrümüz vəfa qılmazsa, yaşadığımız bu günlərdə o Həzrətin gəlişi üçün üzərimizə düşəcək bütün vəzifələri tam, dürüst, layiqincə yerinə yetirən kəslərdən bizi qərar versin inşallah.